Beynəlxalq futbolda maliyyə pozuntularına qarşı ciddi tədbirlər görülür. Məsələn, FIFA tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı qalmaqalda Konqo Futbol Federasiyasının sabiq prezidenti ömürlük, keçmiş baş katibi isə 5 il həbs cəzası alıb. AFFA-da da illərlə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi ilə bağlı iddialar səslənir. Uzun müddət quruma rəhbərlik etmiş Rövnəq Abdullayev və Federasiyanın keçmiş baş katibi Elxan Məmmədov bu dövrdə əsas idarə edici şəxslərdən olublar. AFFA-da mənimsəmə sübuta yetirilərsə, Rövnəq Abdullayev və Elxan Məmmədov məsuliyyətə cəlb oluna bilərmi? Qlobal Infoza danışan vəkil Mehman Muradlı deyib ki, Rövnəq Abdullayevin rəhbərliyi dövründə audit hesabatları beynəlxalq şirkətlər tərəfindən aparılırdı. Stat: Əgər bu vəsaitlərin mənimsənilməsi ilə bağlı hər hansı faktlar və ya sübutlar ortaya çıxarsa, məsələ artıq hüquqi müstəviyə keçir. Belə halda Azərbaycan hökumətinə müraciət olunmalı və məsələ baş prokurorluq səviyyəsində araşdırılmalıdır. Əgər mənimsəmə faktı təsdiq olunarsa, bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mənimsəmə ilə bağlı maddələrinə uyğun olaraq qiymətləndirilir. Belə hallarda qanunvericilikdə nəzərdə tutulan sanksiya təxminən 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası ola bilər. Bəzən dəymiş zərər tam ödənilərsə və əlavə olaraq zərərin müəyyən hissəsi dövlət hesabına qaytarılarsa, həmin şəxslərin cinayət məsuliyyətindən azad olunması da mümkündür. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.